Duzunuzu az dökün ki, yəni nisbətən az dökün ki, çünki hərənin ağız tamı ayrıdır. Biri duzlu yeyir, biri duzsuz yeyir. Ona görə biz duzunu az edirik. Göyərtiləri yeməyin üzərinə qoymağımızda məqsədimiz odur ki, göyərti yeməyə xüsusi dad verir, bilirsiniz. Petruşkadır, soğandır, şüyüdür, xüsusi dad verir deyə. Bir də onu bütöv qoymaqda məqsədimiz odur ki, onu götürəndə yeməyin didi itməsin, yəni yeməyin qəşəng didi olsun. Yeməyimizin suyu bu cür yeməklərin suyunu, deməli ətimiz tam elə bil ki, islanana qədər, yəni yeməkdən elə bil 2-3 sant, 4 sant yuxarıya qədər əlavə edirik ki, yəni yeməyin dadı qaçmasın deyə ikinci dəfə su əlavə etməyə ehtiyac olmasın. Yeməyimizi demək hazırladıq, qoyuruq pişməyə. Təqribən 4-5 saat bu yemək van podda pişməlidir. Yeməyimiz hazırdır.